Dostlar salam, istəyirəm bir məlumatı nəzərinizə çatdırım. Bir kampaniya haqqında məlumatdır bu. Bildiyiniz kimi keçən videoda paylaşım etmişdim. Artıq Chevrolet Cobalt avtomobillərinin ön panelində mühərrikin temperaturunu, qızmasını, yəni soyutma sisteminin temperatur göstəricisini görmək mümkün olur. Heç bir əlavə cihaz quraşdırmağa ehtiyac yoxdur. Sadəcə olaraq kompüter vasitəsilə yeni bir proşifka yazılır və artıq ön paneldəki menyuda siz mühərrikinizin hansı temperaturda işlədiyini görmüş ola bilirsiniz. Qeyd etdiyim bu funksiyanı aktiv etmək üçün Chevroletin rəsmi servisi olan Babək prospektində yerləşən servisə yaxınlaşıb Dövran bəyə müraciət etməyiniz kifayətdir ki, qısa zaman müddətində o həmin funksiyanı aktiv etsin. Onu qeyd etmək istəyirəm ki, o funksiyanı aktiv etməyin qiyməti 60 manat idi. Hal-hazırda isə bir kampaniya başladılır. İyun ayının 1-dən 10-na qədər müraciət edən bütün müştərilərə həmin bu funksiyanı aktiv etmək qiyməti 60 manat yox, 30 manat olacaq. Nəinki bu funksiyanı və pult vasitəsilə avtomobili uzaqdan işə salma funksiyasını da aktiv etmək üçün qiymət 60 manatdan 30 manata endirilib. Yalnız ayın 1-dən 10-na qədər yaxınlaşsaz 60 manat ödəyərək tək bir funksiyanı yox, bunların hər ikisini aktiv edə bilərsiniz. Onu da qeyd edim ki, bu funksiyanı aktiv edəcəyini bildirən bir sıra şəxslərin də videosuna artıq rast gəlinir. Ancaq istəyirəm biləsiniz ki, bunu zəmanətli şəkildə edən yalnız rəsmi servisin əməkdaşıdır. Çünki bu proşifka yazıldığında avtomobildə, yəni tam dəqiq bu sistem üzərində işləməyən bir şəxs tərəfindən yazılarsa, bir sıra nöqsanlar əmələ gələ bilər. Dönmə işıqlarının səsi itmiş ola bilər və kondisionerdə bəzi nasazlıqlar yaranmış ola bilər. Qarşıdan yay aylarının gəldiyini nəzərə alaraq bu kampaniyadan faydalanıb cəmi 30 manat ödəyərək temperatur göstəricisini aktiv etməyinizi tövsiyə edərdim və eyni məbləğə yenə dediyim kimi pultla uzaqdan işə salmanı da aktiv edə bilərsiniz. Bu funksiyada qışda insanın işinə çox yarayır. Yəni belə ki, siz avtomobilə düşüb bir neçə dəqiqə soyuq havada qızdırmaq məcburiyyətində qalmırsınız. Evdən avtomobilinizi işə salırsınız və artıq avtomobil hazır vəziyyətdə olduğunda düşüb birbaşa yolunuza davam edə bilirsiniz.